Qurani Kərimdə insan ruhunun təmizlənməsi və mənəvi inkişafı üçün əsas hansı prinsiplər vurğulanır? Qurani Kərim başdan aşağı bir əxlaq kitabıdır. Doğrudur, yeri gələndə bu kainat kitabının bir fizikasından danışır, kimyasından danışır, biyologiyasından danışır, astronomiyadan danışır və müxtəlif elm sahələrindən bəhs edir. Amma Qurani Kərimin təqribən 200 ayəsi əhkam ayələri, şəriət hökmləri ilə bağlıdır. 600-dən artıq ayəsi insanı təfəkkürə dəvət edir, düşünməyə dəvət edir və insan daim yenilənən, yenilənməyə, təzələnməyə ehtiyacı olan bir varlıqdır. Həm də bizim fiziki olaraq, yəni varlığımız bu 37 trilyon hüceyrələrdən təşəkkül tapmış fiziki bir varlığımız var. 79 əza ilə insan deyilən bir varlıq. Amma bu insanın daha fərqli bir tərəfi onun ruhudur. Əsas olan budur. Çünki insanın ruhunu itirdiyi zaman, tərk etdiyi zaman adam ölü olur. Odur ki, İslam dininin hədəf və qayəsi öncə insanın o qəlb şəhərinə, o ruh şəhərinə enib onun içərisində ümid işığını yandırmaqdır. Ümidli insan həyata daim daha nurani baxır, daha pirani baxır. O hadisələr qarşısında əyilmir və dünya qədər, cəhənnəm qədər böyük problemlər olsa, məşəqqətlər olsa, öhdəsindən gələcəyini mütləq bilir. Siz düşünün bir insanı, qapını tərsinə açır. Nə qədər güc tətbiq eləsə də qapı açılmır. Əziyyət çəkir, amma qapını geri çəkdiyi zaman qapı açılır. İslam dininin insandan istədiyi bu həyat yolunda tərsinə getmək deyil, əbədi bir həyatı göstərir. Deyir ki, ey insan, bax milyard illər bundan öncə sən yoxudun, deyilmi? Bəli, yoxudun. Bundan bir əsr sonra da olmayacaqsan, tamam mı? Bəli, deyil, insan olmayacaq. Deməli, bu iki yoxluğun arasında bir körpü var. Bugün o körpünün üzərində mən müsafirəm. Baxın, bu səfər buradan başlayır və yol buradan başlayır ki, insan ömrünün sonuna qədər o təmizlənmə prinsipini aparmalıdır. Mütəmadi tövbə, istiğfar, qul haqqı, yalandan, böhtandan, iftiradan uzaq durmaq. Çünki bu insanın mənəviyyatını, əslində bu uzaq durmalar insanın mənəviyyatını mütərəqqi bir hala getirir. Və bizim eşitdiyimiz sözlər, o İsa Peyğəmbər əleyhissalamın bir gözəl sözlərinin arasında bir söz də var. Deyir ki, insanı yediyi şeylər deyil, dediyi şeylər çirkləndirir. Doğrudur. Odur ki, biz necə yemək yediyimiz zaman gözəl loxmalara diqqət yetirdiyimiz kimi, danışdığımız zaman da o Qurani Kərim deyir ki, وَقُولُوا لِلنَّاسِ حُسْنًا deyir, insanlarla danışdığınız zaman gözəl sözlər danışın. Çünki bizim ağzımızdan çıxan kəlmələr, qurduğumuz cümlələr, ifadə etdiyimiz mənalar öncə qarşımızdakı insana çatır. Onun dünyasını əslində gözəlləşdirə bilər. Çünki sözün sehri var, sözün gücü var, sözün qüdrəti var. Əslində Allah kainatı kaf və nun, kun, bir hərf kun və kaf, iki hərfdən ibarət bir əmirlə yaradıb. Yəni yaradanın hökmündə israf yoxdur. Bu baxımdan insan yeryüzünün xəlifəsidir. Buradakı xəlifəlik missiyasını yerinə yetirmək üçün o təmiz olmalıdır ki, nümunə olsun. Ailədə mənəviyyatın formalaşmasında valideynlərin rolu nə qədər önəmlidir və ümumiyyətlə çox həssas bir məqam və dövlətçilik üçün də bu çox önəmlidir. Övladları radikal dini təsirlərdən qorumaq üçün hansı tövsiyələri verərdiniz? Təbii, burada iki sualı görürük. Öncə valideynlərimizin ailə qalasının içərisindəki ali vəzifələri, o iki memarın əslində bizim gələcək nəslimizi yetişdirəcək müəllimlərimizin, mürəbbilərimizin, o tərbiyə əsasını bilən adamlarımızın çiynlərində böyük bir vəzifə düşür. Bir şey söyləyək burada. Öncə ailə elə bir modeldir ki, yer üzündə ailə modelindən daha gözəli yoxdur. Doğru. Ailə əslində cənnətdə belə babamız Adəmə Allah-u Teala bir ailəni nəsib edib. Yəni cənnət kimi bir məqam
insanlığın en çok ali duyğu hiss elədiyi bir yerdir. Allah orada belə insanı ailəsiz qoymuyor. Orada bir cütlük var. Bir munis var. İnsanın könlünə xitab eləyəcək, könlündə taq quracaq birisi var. Odur ki, bu dünya həyatında da təbii ki, nəsillərin artması üçün ailə məktəbi çox önəmlidir və bu məktəbin gerçək iki müəllimi var. Onların biri-birini anlaması, onların biri-birinə olan iltimasları, sevgiləri, bir-birinə olan hörmətləri, qarşılıqlı münasibətləri əslində ailə səviyyəsindəki ailə bağçasının o güllərinin yetişməsində fövqəladə rol oynayır. Ona görə də biz həmişə söylədiyimiz bir cümlə var. Bizim üçün örnək Peyğəmbərimiz Aleyhisselatü Vesselam'dır. Onun məsələn tərbiyə etdiyi ailə sisteminə baxanda bir qulluqçusu var onun. İndi günümüz etibarıyla qulluqçu deyil. O vaxt onlara xidmətçi deyilmişdi. Deyir ki, mən 10 il Peyğəmbərimizin xidmətində qaldım. Bir dəfə olsun məni qınamadı. Mənə tənə bir söz demədi. Ne üçün bu şeyi filan əşyanı filan vaxtında getirmədin deyə məni tənə etmədi. Görün nə böyük bir əxlaqın, nə böyük bir ismətin, nə böyük bir ədəbin əslində nişanəsini ortaya qoyur ki, biz də evimizin içərisində uşaqları qınamaqla deyil, tənqid eləməklə deyil. Onlar bizim evlatlarımız, canımızdır. Onlara canımızı qurban verməyə hazır oluruqsa, onlara zaman ayırmaq, onları anlamağa çalışmaq, təbii ki, onlarla işlənməli və amma bir şeyin fərqinə varacağıq. Övladlar bizə verilmiş əmanətdir. Biz hesab edirik ki, onlar bizim mülkümüzdür. İstədiyimiz kimi biz istəsək onu həkim eləyərik, istəsək onu vəkil eləyərik. Xeyr. Onların hissləri, duyğuları, baxışları, onların dünya görüşləri tamamilə fərqlidir. Odur ki, bizim əsas vəzifəmiz evlatlarımızın arxasında durmaq, yanında durmaq, önlərində durub əngəl olmamaqdır. Bu işin birinci tərəfi. İkinci tərəfə gəlincə, bəli, radikal ifrata varma düşüncəsi bu İslamla əlaqəsi olan bir məsələ deyil. İslam dininin özü kainatın ruhunu tərənnüm edən, gerçəkdən insanı o şəxsiyyət ağacını formalaşdıran, onu ali bir varlığa çevirən sistemlə doludur. Bu din insana görürsün nələr öyrədir. Bu din insana qarşındakı insan Həzrət insandır. Və bu din insana öyrədir ki, bir insanı xilas etmək, insanlığı xilas etməkdir. Həzrəti Əli Aleyhisselamın möhtəşəm ifadələrinin birində söylənir, deyir ki, insanlıq ailəsi ya inançda qardaşımdır, ya da ki, cins olaraq qardaşımdır. Bu bizim baxışımızdır. Biz bir müsəlman olaraq dünyanın dörd bir tərəfinə göndərilmiş peyğəmbərləri öz peyğəmbərimiz kimi görərik. Həzrəti İsa'ya Həzrəti İsa deyirik, Həzrəti Musa'ya Həzrəti Musa deyirik, Həzrəti İbrahimə Xəlilullah inancımızın atası olaraq baxırıq. Həzrət Nuhdan tutmuş ta sona qədər, əslində əvvələ qədər, Həzrət Adəmə qədər bütün peyğəmbərləri biz müəllim olaraq görürük, Rəsul, elçi və yaxud da nəbi olaraq görürük ki, bunlar Allahın yer üzünə göndərdiyi böyük müəllimlərdir. Və dünyanın bütün fəlsəfi doktrinasına diqqət yetirsəniz, siyasi fikrinə baxsanız, idarə sisteminə baxsanız, ən adil düşüncəni həyata getirən səma süfrəsidir. Çünki göy süfrəsi elədir ki, insanı zirviyə daşıyır. İnsanı nəfsinin həbsxanasından qurtarır. Bu dünyanın dar düşüncələrindən qurtarır. İnsanı əslində ağlının divarlarından aşıraraq bu dünyanın hüdudlarından kainatın sərhədlərinə, oradan metafizik aləmə aparır və insanı nəhayət özünə getirir. Deyir, sən Allahın gözəl bir qulusan, müstəsna bir qulusan, sənin bir fərqli bir görüşün, fərqli bir gözəlliyin var deyir. Sən özün ol deyir. Və belə bir özün olmaq əslində insanı o radikal sistemlərdən, düşüncələrdən xilas edir, uzaq saxlayır. Doğrudan gənclər elə qlobal anlamda, təkcə bizim ölkə hüdudlarında yox, bir mənəvi boşluq yaşayırmı sizcə? Əlbəttə ki, bugünkü dünyanın ölkəmizlə daxil olma şərtilə ifadə etdiyiniz kimi, gerçəkdən ölkələrin içərisindəki gənc nəsillərin bir tərəfdən bayaq söylədiyiniz o mütərəqqi texnikanın içərisində görürsünüz. Digər tərəfdən də Aya, Marsa meyilli olan, bu qədər texnologiyaya meyilli olan nəslin qarşısındakı insana, cinsə qarşı
bir uzaqlığı yaranıb. Bu böyük bir fəlakətdir ki, ailələrdən qopma var. Məsələn, bizim milli kültürümüzdə, milli dünya görüşümüzdə ailə modelimiz var. Doğrudur, bu modelə qarşı da çox fərqli hücumlar var. Xüsusən mən söyləmək istərdim. Bizim gənc nəslin anaları Qarabağda şəhid oğulları dünyaya getirib. Fatih bir nəsli doğan bir əslində ana karvanımız var. Bu bizim Azərbaycanımızın güzgüsüdür. Bəli, bizim də ola bilsin ki, nöqsanlı, qüsurlu, bugün o karvandan kənarda olan, sürünən, nə bilim, ora tamaşa eləyən, seyrində olan insanlar da var. Bu, hər bir cəmiyyətdə olduğu kimidir. Amma bu məsələdə bir fəttah olan Allahın bir isminin təcəllisini biz Qarabağda yaşamış bir millət olaraq söyləyirik ki, bəli, dünyanın əslində bugünkü gənc nəslini görəndə sabahçı dünyanın gedişatını izləmək mümkündür. Eyni zamanda bir xalqın gənc nəslini araşdır, onu seyr et və 5 il, 15 il, 20 ildən sonra bu xalqın, bu millətin haraya gedəcəyini analiz eləmək mümkündür. Ona görə ki, bizim bugünkü gənc nəslimizin əslində dünya görüşü, onların həyata baxış o fəlsəfəsinin içərisində hələ də o mənəviyyatı biz görürük. Bu qədər təsirlər olsa da, bu qədər müdaxilələr olsa da, imanında, dinində, milli dəyərlərimizdə, milli mirasın əslində daşınmasında o gənc nəslin gerçəkdən bir qəhrəman olduğunu, fədakar olduğunun şahidi ola bilirik ki və ümid edirik ki, bu millətin kökü sağlamdır. Bu millət ağacının bugünkü meyvələrinin içərisində çürük ola bilər. Amma sağlamları daha artıqdır. Biz bu sağlamlarla yanaşı, amma çürüməyə meyilli olanların da islah etməyə çalışmalıyıq. Onlara veriləcək mesajlar, onlara veriləcək nəsiyyətlər, onlara göstəriləcək gözəl qayğı, sevgi, mərhəmət də o insanları ayağa qaldıra bilər. Ola bilsin ki, Azərbaycan gəncliyinin içərisində elə bir gənc olsun ki, onun beyni sabahki Azərbaycan üçün, xalqımız üçün, vətənimiz üçün müstəsna bir beyin olsun, cins bir beyin olsun. Və ona görə demək olmaz ki, bu insandan heç nə olmaz. Əgər Allah yaradıbsa onu, o Quran-ı Kərimdə Rəbbimiz deyir ki, biz hər şeyi qədərində yaratdıq. İnnə cealnə kulli şeyin bi qədərin. Biz hər şeyi bir təqdir içərisində, qədər içərisində, ölçü içərisində yaratdıq. Düşünün bir mikroskopun altındakı o atomik dünya ilə bir teleskopun altındakı səma cisimləri. Araşdırın, görəcəksiniz ki, o böyük aləmin içərisindəki olan atomun dili ilə yazılmış sistem nədirsə, o kiçik mikro aləmin içərisində də bir ahəng var, bir bağlılıq var. Odur ki, dünya insanı əslində bir-birinə bağlıdır. Bayaq söylədiniz, qloballaşan dünya. Bugün qloballaşan dünya əslində artıq dünya elə bir hala gəlib çatır ki, ölkələr bunu bir kənd kimi, bir şəhər kimi ki, mənim mədəniyyətim hakim olsun, mənim istəklərim hakim olsun, bir dünyanın insanlarıyıq. Ona görə indiki gənc nəsil sabahki dünyada Azərbaycan dövlət gəmisini batırmamaq üçün daha adil, daha imanlı, daha irfanlı, daha milli, daha dini, daha doğru görüşdə olmalıdır. Xurafata qarşı mübarizədə ilahiyyatçıların üzərinə hansı vəzifə düşür sizcə? Əlbəttə ki, xurafatın təməl əsası həmişə İslamla ziddiyyət təşkil edib. Cəhalət, qəfilət, bilgisizlik, maarifsizlik əslində bu kainata yad bir şeydir. İslam dini, bayaq dediyimiz gibi, kainatdan daha mükəmməl bir sistem. Bu vəhin ilk əmri oxu ilə başlayır. Oxu nə deməkdir? Düşünürsünüz, məsələn, 610-cu ildə bir mağaraya çəkilmiş bir insana Allah deyir ki, çıx bu mağaradan. Mağara vaxtı deyil, qaranlıq vaxtı deyil. Bu dünyanı işıqlandırmağın vaxtıdır. Və yol nədir? Yol insanı yetişdirməkdir. İnsanın düşüncəsini, qəlbini, təfəkkürünü, vicdanını, əslində o insan böyük kainatın kiçik modelini əgər yetişdirə bilsək, formalaşdıra bilsək ki, Peyğəmbərimiz Aleyhisselatü Vesselam aşirət düşüncəsindən, qəbilə düşüncəsindən, milli düşüncəsi olmayan, ümmət fikri olmayan insanların arasından ümmət şuurlu, yəni insanlığın o beynəlmiləl dəyərləri özündə ehtiva edən bir nəsili yetişdirdi. Quran-ı Kərim o nəsil haqqında deyir ki,
Deyir ki, mühacirlərdən və ənsarlardan və onlara gözəl şəkildə tabi olanlardan Allah razı oldu, onlar da Allahdan razı qaldılar. Deməli, cahiliyyət devrini yıxıb, qəfiləti aşırıb yerinə yeni bir mədəniyyəti inşa edən Hz. Muhammed Aleyhisselatü Vesselam'ın verdiyi tövsiyelər bu o deməkdir ki, bəli, biz dünyada yaşayırıq, bu dünya insanlığın evidir. Burada adamın rənginə görə, burada adamın boynunun balacalığına görə və yaxud da dil fərqliliyinə görə, fərqli mədəniyyətlərdə olmasına görə əsla tənə edilməməlidir. Çünki Quran-ı Kərimin Hücurat surəsi var. 49-cu ayənin 18 ayədən ibarət olan bir surəsinin içərisində Rəbbimiz deyir ki, biz sizi qəbilələrə, xalqlara görə yaratdıq. Li tə'arafu. Yəni bir-birinizi əsir tanıyasınız deyə. Li təqatəlu, bir-birinizi qırasınız, öldürəsiniz deyə deyil. Odur ki, Quran-ı Kərim deyir ki, bir insanı qurtarmaq, insanlığı qurtarmaqdır. Əslində bir insanı öldürmək, insanlığı öldürməkdir. Bu din, bağışlarsınız, cahiliyə devrində 2-3 yaşında qızları diri-diri torpağa bastırılmasını şiddətlə qınadığı kimi 21-ci əsrin içərisində anaların bətnində işıq görməmiş, körpələrimizə qarşı uzanan o makinaları da şiddətlə qınayır. İnsan önəmli bir varlıqdır Allah qatında. O toxunulmazdır. İslamın hədəf və qayəsi əslində o həzrət insanı görməkdir.